İnsan orqanizmində böyrək ləyənlərinin sayı A-dır. X-in sayı burada A veribdir və bizə X-i müəyyən etməyimizi istəyir. Böyrək ləyənlərinin sayı bilirik ki, hər böyrəkdə birdən olur və A bərabərdir 2-yə. Bunu tapdıq. Burada da A bərabər olacaqdır 2-yə və burada X-imiz də 2 olmalıdır. Tapaq. Böyrək arteriyası 2 dənə olur. Düzdür. Hər sağ və sol böyrəyə bir böyrək arteriyası daxil olur. Böyrək venası da onlardan çıxandır. Bu da 2 dənədir. Sağ, sol, böyrək venası. Böyrək piramidaları bilirik ki, orada çoxdur. Onlarla olur. Ona görə də bu çoxdur. Bunu götürməli. Biz 2 axtarırıq. Sidik toplayıcı kanal bir dənədir. Sidik toplayıcı kanal piramidin içərisində nefronun axırıncı qıvrım sidik kanalcıqlarının gətirdiyi kanallardan söhbət gedir. Və bu da demək olar ki, nefronun nə qədər varsa əgər hər biri nefronun gəlir sidik toplayıcı kanala birləşir. Ona görə də bu da onlarla ola bilər. Piramidin içərisində yerləşir. 2 axtarırıq, bu olmaz. Sidik axarları 2 dənədir. Hər böyrəkdən sidik axarı çıxır, sidik hissəsinə daşıyır. Qədəyə bənzər kapsul nefronun sayı qədərdir. Hər böyrəkdə 1 milyon nefron var, cəmi 2 milyon. 2 milyonda qədəyə bənzər kapsul olacaqdır. Düzgün cavab 1, 2 və 5 olacaqdır.